qədər böyük, möhtəşəm zəfər hissidir ki, bu bizə dövlətinlə fəxr edirsən, ordunla fəxr edirsən və bu gün deyirsən ki, nə yaxşı ki, Azərbaycanlıyam və rahat bayrağımı qaldırıb hər yerdə deyə bilirəm ki, mən qalib gəlmiş ölkənin bir vətəndaşıyam. 5 il əvvəl qazanılan torpaqları, zəfəri görmək xoşbəxt eləyirəm də bacım heç görməyib parad, o ilə paradı görmək, ona göstərmək əlavə bir sevincisi göstərir. Əsgərlərimizi gözləyirəm. Maşınlar keçəndən sonra təyyarələr gələcək, rəylər keçəcək təyyarədən qabaqlarından. Azərbaycan, mən sən sevirəm. Bu hisslər bizim üçün yəni çox əvəz olunmaz hisslərdir. Həm də çox sevindirici bir hissdir ki, biz bu qələbəni 30 illik işğal altında olan torpaqlarımızı işğaldan azad etmişik. Dört gün buradayız bayram boyunca. Oğlumu getirdim. Nasıl benim hissiyatım Türklere, Azerbaycanlılara bağlılık hissiyatım varsa çocuklarımın da o şekilde yetişmesini istiyorum. Onun için beraber geldik. Hepinizin Zafer Bayramı kutlu olsun. Ən xoşbəxt duygularımı yaşayıram ki, bu həyatda məndən xoşbəxt adam yoxdur. Yəni çox sevmişdiyəm, bilmirəm nə qayıram. Az qalıram, sevincinə oynayam. Yaşasın Azərbaycan əskəri! Biz də bir vətən müharibəsinin iştirakçısı olaraq döyüşlərdə olmuşuq. Bununla bir qürur hissi duyuruq. Bugün artıq zəfərimizin 5-ci il dönümüdür. Bundan özümüz və xalqımızı təbrik edirik. Qalib ölkənin qalib əsgərləriyik. Azərbaycan əsgərinə canımız qurban olsun. Allah hamısına can sağlığı versin. Onların sayəsində bugün biz azad yaşayırıq, rahat yaşayırıq. Tarix yazdı igidlər, hamısı əzimizdir. 44 günlük müharibə şanlı tariximizdir.